ən çox universitetdə olan 5 ölkə. universitet deyəndə ağlıma Amerika gəlir. Amerika ola bilər birinci yer. Birinci yerdə yox, ikinci yerdə Amerikadır. 2-də Amerikada. Birinci yer. İngiltərə var siyahıda? Siyahımızda İngiltərə yoxdur. Yoxdur. Yaponiya. Yaponiya ilk 5-likdə yoxdur. İnkişaf eləmiş ölkələr deyilsə bu hansı ölkələr ola bilər? 2 ölkəmiz Asiya tərəfdəndir. 2 ölkə Asiya. Çin var? Xeyr, Çin yox. Hindistan. Bəli, ilk sırada Hindistan'da. İlk sırada Hindistan. Doğrudan niyə təxmin eləmədim ona? Asiyadan bir dənə də ölkə, əsas ölkələri saydım. Hara ola bilər? Ada dövlətidir. Ada dövlət. İndoneziya. Xeyr. Kim qaldı? Yaponiya dedi, Filippin. Bəli, siyahımızın 3-cü sırasında Filippindir. 3-cü, hətta maraqlı siyahıda. Hindistan, Amerika, Filippin. 4-cü, 5-ci yerlərdən biri Cənubi Amerikadadır. Argentina. Argentina. Siyahımızın 4-cü sırasında. 4-cü siyahıda. 5 təxmini hansı tərəfdən olar? 5 Beş. ağlıma Avropa gəlir adətən, amma Macarıstan ola bilər. Xeyr, Macarıstan deyil. Məşhur futbolçuları da var hətta oranın. Bəlkə onu izləyicilərə yazsın. Öz təxminlərinizi şərhə yazın.